قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Salam, muxtəsər və faydalı təfsir proqramının hörmətli izləyiciləri. Bugündən etibarən Qur'anın 97-ci surəsi sayılan Qədr surəsinin tərcümə və təfsirinə başlayırıq. Bu surə 5 ayədən ibarətdir və 6 hissədə təfsir ediləcək. Birinci hissə. Ümid edirik ki, dərsin sonunda aşağıda qeyd edilən suallara cavab verə biləcəksiniz. Hədislərdə Qədr surəsinin oxuyanı fəziləti haqqında nə deyilir? Qur'an-ı Kərimin nazil olması barədə neçə fikir vardır? 3. Qədr gecəsi hansı aydadır? 4. Qur'an-ı Kərim hansı gecədə nazil olmuşdur? 5. İnna ənzəlnahu fi leylətil qədr ayəsi hansı məqamlara toxunur? Bizi izləməyə davam edin. Bismillahirrahmanirrahim. İnna ənzəlnahu fi leylətil qədr. Həqiqətən biz onu, Qur'anı Qədr gecəsində nazil etdik. Surənin məzmunu. Qədr surəsi Məkkədə nazil olmuşdur. Digər Məkkə surələri kimi bu surənin də ayələri qıssa və ahəngdardır. Surədə Qur'anın Qədr gecəsində nazil olmağa başladığı, Allah yanında Qədr gecəsində əhəmmiyyəti və 1000 aydan üstün olduğu açıqlanır. Sonda o gecənin başdan-başa salamatlıq və əmin-amanlıq olmasından söhbət açılır. Qədr surəsinin oxumağının savabı. Bu surənin oxumasının savabı ilə bağlı Allah Rəsulündən sallallahu aleyhi və səlləm nəql edidən hədisdə deyilir. O surəni, Qədr surəsini oxuyan şəxs Ramazan ayı oruç tutmuş və Qədr gecəsini əhya saxlamış şəxs kimidir. Məcməül Bəyan təfsiri cildi 10, səhifə 516. Digər rəvayətlərdə bildirilirdi ki, namazda Həmd surəsindən sonra məhz bu surəni oxumağın böyük savabı vardır. Vacib namazlarda Qədr surəsini oxuyana xitab edilər. Allah sənin geçmişini bağışladı, hər şeyə yenidən başla. Vəsail-i Şiə, cild 6, səhifə 79. İmam Rıza aleyhissalatu vesselam bu barədə belə buyurur. Möminlərin qəbrini ziyarət edərkən, kim Qədr surəsini 7 dəfə oxuyarsa, Allah həmin ölüləri və Qədr surəsinin təlavət edən şəxsi bağışlayar. Allah Teala varlıq aləmindəki işləri mələklərlə və digər vasitələrlə həyata keçirir. Bu səbəbdən də Qur'anın bir sıra ayələrində Allaha aid feillər, əvəzliklər cəm şəklində istifadə olunur. Hazırlıq surənin başlanğıcında olduğu kimi, həqiqətən biz onu, Qur'anı Qədr gecəsində nazil etdik
Bir çox təfsirçilərin nəzərinə əsasən Quran iki şəkildə nazil olmuşdur. Birinci dəfə Qədr gecəsində, bütövlükdə bir yerdə. İkinci dəfə isə 23 il ərzində Həzrəti Məhəmmədin sallallahu aleyhi və səlləm peyğəmbərlik dövründə tədricən nazil olmuşdur. Bu səmavi kitabın nazil olması haqqında Qur'anın da təbirləri iki növdür. Bəzi ayələrdə ənzəlna, digər ayələrdə isə nəzzəlna sözü işlənmişdir. Birinci halda Qur'anın bir dəfəyə, ikinci halda isə tədricən nazil olduğu vurğulanır. Hazırlıq surənin birinci ayəsini Bəqərə surəsinin 185-ci ayəsi ilə yanaşı nəzərdən keçirdikdə Qədr gecəsinin Ramazan ayına təsadüf etdiyi məlum olur. Şəhru Ramazan əl-ləzi unzilə fihil Qur'an hudən linnəsi və bəyyinatin minəl huda vəl furqan. Ramazan ayı insanların bələdçisi, əşkar hidayət dəlillərinə malik və haqq ilə batil bir-birindən ayıran Qur'anın nazil olduğu bir aydır. Amma Ramazan ayının məhz hansı gecənin Qədr gecəsi olduğu açıq şəkildə bildirilmir. Rəvayətlərdə də 3 gecədən birinin Ramazan ayının 19-u, 21 və 23-cü Qədr gecəsi olduğu ehtimal edilir. İmam Sadiq əleyhissalatu vəssalam Qədr gecəsi ilə bağlı suala belə cavab verir. Qədr gecəsini Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələrin arasında axtarın. Əhl-i sünnətin fikrinə əsasən Ramazan ayının 27-ci gecəsi Qədr gecəsidir. Amma ayənin mesajları 1. Qədr gecəsi Allaha təşəkkür gecəsidir. Çünki həmin gecə Allah ən böyük neməti Qur'anı nazil etmişdi. İnna ənzəlnahu fi leylətil qədr. 2. Qab və onun içinə qoyulanlar bir-birinə münasib olmalıdır. Bu prinsipə əsasən ən üstün kitab, ən üstün gecədə, ən üstün şəxsə nazil olur. İnna ənzəlnahu fi leylətil qədr. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Növbəti dərsimizdə Qədr surəsinin tərcümə və təfsirini davam etdirəcəyik. Yenidən görüşmək ümidi ilə salamat qalın. Allah'a emanet.